Salam aleykum, hər vaxtınız xeyir, hər kəsə xoş günlər arzulayıram. Bugün danışacağıq udhindi bitkisindən, ümumiyyətlə faydaları və əks göstərişləri, ən əsası da düzgün istifadə qaydasından. İlk öncə kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Burada hər zaman bitkilərin faydaları və ən əsası da əks göstərişləri haqqında paylaşımlar edirəm. Əvvəl onu deyim ki, mən Türkiyə çarə və şəfalı bitkilər üzrə ixtisaslaşmış mütəxəssis sayılıram. Belarusiyada kurslar keçmişəm, eyni zamanda Azərbaycanda bir neçə kurslar keçmişəm Türkiyə çarə və bitkilər üzrə. Hal-hazırda da fitoterapiya üzrə kursu bitirmək üzrəyəm. Əvvəl ondan başlayaq ki, udhindi çox güclü bir bitkidir. Ona görə istifadə edərkən hər kəs həm öz orqanizmin xüsusiyyətlərini, həm də udhindinin əks göstərişlərini bilməlidir. Əks göstərişlərini videonun sonunda sayacağım. İndi isə istifadə qaydasına keçək. 1 çay qaşığı udhindi 1 stəkan suda əvvəlcə 2-3 dəqiqə vam odda qaynatmalısınız. Sonra alınan dəmləmənin ağzını örtüb 15-20 dəqiqə soymaq üçün qoymalısınız kənara. Və yalnız soyduqdan sonra onu daxilə qəbul edə bilərsiniz. Adətən bu formada 21 gün dəmlənilir və içilir. Gündə 2 dəfə, yeməkdən 20 dəqiqə əvvəl 1 stəkan içmək kifayət edir. Əgər heç vaxt içməmisinizsə, birinci həftə gündə 1 dəfə ilə başlayın, sonra 2 dəfəyə qaldıra bilərsiniz. Udhindi bitkinin kökü olduğu üçün mütləq şəkildə qaynamalıdır. Tərkibi yalnız qaynadıqda tam şəkildə suya çıxa bilir. Əlbəttə ki, siz onu ağza atıb üzərindən su da içə bilərsiniz və əlbəttə ki, bu halda da siz onun təsirini görəcəksiniz. Amma bu zaman effektinin yarısını itirmiş olursunuz. Bir çox insanlara içib üzərindən su içmək daha rahat olduğu üçün bu yolu seçib eləcə də içirlər. Amma mən burada ən təsirli içmə qaydasından danışıram. Udhindi bitkisi həm Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin təbabətində adı keçən, həm də müasir təbabətdə faydaları təsdiqlənmiş çox dəyərli bir bitkilərdən biridir. Eyni zamanda ən qədim və ən geniş yayılmış ənənəvi təbabət sistemlərindən biri olan Çin təbabətində də geniş istifadə olunur. Udhindi təbii antibiotik sayılır. Əsas faydası odur ki, qanı duruldur və qandakı iltihabı və toksinləri aradan qaldıra bilir. Demək olar ki, dünyada olan xəstəliklərin yarısından çoxsunun əsas səbəbi qan qatılığı olur. Məhz buna görə də udhindi bir çox xəstəliklərdə bu cür effektiv sayılır. Eyni zamanda orqanizmdə müxtəlif növ şişlər, kistalar, miomlar, düyünlər və zob düyünləri kimi pis xassəli şişləri əridir. Udhindi nəinki şişlərdə, həmçinin bir çox xəstəliklərdə də istifadə oluna bilir. Parazitlərlə mübarizədə çox effektivdir və daxilə qəbulu zamanı dəri problemlərində də çox tez təsir göstərir. Ən başda dediyim kimi, udhindi çox güclü bir bitkidir. Hamilə xanımlara, süd verən analara və ya udhindiyə qarşı fərdi allergiyası olanlara tövsiyə edilmir. Mədə problemi, xüsusilə qastrit və ya yara olanlar isə ac qarna deyil, yeməkdən sonra içməlidirlər. Çünki acı olduğu üçün mədənin divarlarını qıcıqlandıra bilər. Həmçinin hər hansısa xroniki xəstəliyi olanlar və həkim nəzarəti altında olanlar mütləq şəkildə öz həkimləri ilə məsləhətləşməlidirlər. Daimi yüksək təzyiq zamanı birdən-birə çox içmək tövsiyə olunmur. Sizinlə idi Türkiyə çarə və bitkilər üzrə ixtisaslaşmış mütəxəssis Ayşə Əliyeva və bu cür faydalı videoları qaçırmaq istəmirsinizsə kanalımı izləməyə alın. Salam aleykum.